Azərbaycanda 5,1 magnitudalı zəlzələ olub, yeraltı təkan bir neçə rayonda hiss edilib. (15-13)də yerli vaxtdan Azərbaycanda zəlzələ baş vermişdi. Zəlzələ Qəbələ rayonundan 11 kilometr cənubi-qərbdə, magnitudası 5,1 və dərinliyi 42 kilometrdə deməli baş verib. Bu zəlzələ dərində olduğuna görə Azərbaycanın əksər rayonlarında Oğuzlu, Şəkidi, Zaqatala, Balakən, sonra Mingəçevir, Göyçay, Bərdə, digər rayonlarda 5-3 bala qədər hiss olunub. Yəni episentrdə yaşayış məntəqələrində, hansı ki kəndlər ki var, episentrdən onlar 5 bala qədər hiss olunub. Digərlərində zəlzələ deməli dalğa söylənənə kimi 3 bala qədər hiss olunub. Dərində olan bu zəlzələnin bir tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, yəni yer üzərində fəsadlar törətmək ehtimalı çox azdır. O səthi olsaydı 8-10 kilometrdə, təbii ki, episentrə yaxın deməli ərazilərdə onun hiss olunması hətta 6-7 baldan da artıq ola bilərdi və fəsadlar törədərdi. Bakıda ümumiyyətlə hiss olunmuyub, ancaq Bakının qorxusu Xəzərdə olan zəlzələ ocaqlarından irəli gəlir. Oradakı heç bir onun o tektonik qırılması ilə, onun deməli seismaktiv o bölgələr ki var, heç bir əlaqəsi yoxdur o cəhətdən ki, Xəzərdə olan zəlzələ ocaqlarını oyatsın və Bakıda da hiss olunsun. Əhali də çəkişə düşməsin, qorxulu bir şey yoxdur.